Taxta Körpü su anbarında bir nəfərin meyidi tapılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyid sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır. Yuxarı Şirvan kanalının Sabirabad rayonunun Surra kəndindən keçən hissəsində də bir nəfər batıb. Qafqaz İnfo bildirir ki, bununla bağlı da Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilas ediciləri axtarışlara cəlb olunublar. Hadisə ilə bağlı əlavə məlumatlar veriləcək. Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Tovuz şəhərinin Elməddin Nəsibov küçəsində qeydə alınıb. Belə ki, Volkswagen markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub. Yaralı dərhal təcili tibbi yardım briqadası tərəfindən Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə qadının vəziyyəti orta ağır qiymətləndirilir. Baş vermiş hadisə ilə bağlı araşdırma tədbirlərinə başlanılıb.